Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa buraxılıb. Yenavaz.com APA istinadlı xəbər verir ki, Əziz Orucovun cəza müddəti bugün bitib və o Ədliyyə Nazirliyinin 16 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb. Səbail rayon məhkəməsinin hökmünə əsasən Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Aşağı İnstansiya Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb. Qeyd edək ki, Əziz Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icari hüququ olmadan torpaq sahəsi üzərində öz başına tikinti maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə əlavə ittiham irəli sürülüb. İstintaq dövründə qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi üzrə cinayət işinə xitam verilib.